Əziz qardaşım, gör Allahın Rəsulu Muhammed sallallahu aleyhi və səlləm öz səhabəsinə nə vəsiyyət edir? Abu Darda, Allah ondan razı olsun, səhabə deyir ki, Avsani Həbibi bisələsin. Mənim sevimli Peyğəmbərim mənə 3 şeyi vəsiyyət etdi. Allahu Akbar. Deyir ki, lən ədə'əhunnə mə'iştu. Nə qədər ki, yaşayacağım, heç vaxtı onun bu 3 vəsiyyətini tərk etməyəcəm, deyir. Daima edəcəm. Çünki mənə vəsiyyət edib. Nə idi o vəsiyyət? Allahın Rəsulu Abu Darda radiyallahu anhuya nə vəsiyyət etmişdi? Birinci vəsiyyət edir ki, hər ayda 3 gün oruc tutmağı tərk etmə. Hər ayda 3 gün oruc tutmağı vəsiyyət etdi. İkinci vəsiyyəti duha namazı qılmağı vəsiyyət etdi. Allahu Akbar. Bir çox müsəlmanlar duha namazını qılmır. Əziz qardaşım, aşağı həddi 2 rükətdir. Ən az həddi. Yuxarı həddi isə istədiyin qədər 2 rükət qıla bilərsən duha namazını. Allahın Rəsulu Abu Dardaya vəsiyyət edib. Subhanallah. Duha namazı səhər günəş çıxandan sonra 10-15 dəqiqə sonra başlayır vaxtı, zöhür namazına biraz qalmışa qədər davam edir. Üçüncü vəsiyyəti deyir, yatmamışdan qabaq vitr namazını qılmağı mənə vəsiyyət etdi. Yəni, heç vaxtı tərk etmə, yatmamışdan qabaq vitr namazı qıl. Abu Darda deyir ki, mən nə qədər ki yaşayıram, bu 3 vəsiyyəti heç vaxt tərk etməyəcəm. Əziz qardaş, yatmamışdan qabaq heç olmasa 1 rükət, işə namazından sonra heç olmasa 1 rükət daimi vitr namazını qılmağı tərk etmə. Görəcəksən ki, nə qədər xeyirlər sənin üzərində nazil olur. Bu vəsiyyəti, 3 şeyi Allahın Rəsulu Abu Darda radiyallahu anhuya vəsiyyət edib.